I did. I was doing. I did. I was doing. I had done. I had been doing. Okay, sonra I will do. I will be I will doing. be doing. I will be done. I will have done. I will have done. I will have been doing. İndi mənə qulaq as. Bax, ikilər və dördlər eyni şeydir. İkisi də ingdir. Ümumiyyətlə, İngiliz dilində iki cür hərəkətin iki forması var. Sadə davam edici. Yəni, bir insan, məsələn, mən ümumiyyətlə su içirəm, indiki zamanda, yəni ki, bir də göz önündə içirəm, davamlı olaraq. Məsələn, mən izah edirəm. I'm explaining. Bir də var, mən genel olaraq həmişə dərslərimdə izah edirəm. Bu da sadə zamandır. I explain. Aha, indi bunun hər birinin, yəni bu iki dənənin hər birinin həvlə olan versiyası var. I do-nun həvlə olan versiyası I have done-dır. I am doing-in həvlə olan versiyası I have been doing-dir. Yəni, davam edici zamanın nəticəli forması. Bunun Xarici Dillər İnstitutunda və bunlara verilən adlar və bunların kesilməsi ürək açan deyil. Zamanların adları düz deyil. İnsan çaşır, insan yadında saxlayamır, insan öyrənə bilmir, məntiqə sığmır. Məsələn, indiki bitmiş zaman. Belə, indiki nədir? Bitmiş nədir? Zaman nədir? Heç bir məntiqə sığmır. Amma adını qoysaq, indiki zamanın bitən hərəkəti zaman ayrı şeydir. Bir də məqsəd də odur, bax. I have done. O vaxt işlənə bilər ki, hərəkət qutarıb, amma zaman zərfi bitməyib. Məsələn, mən bu il 5 nəfər insanla tanış olmuşam. Tanış olmaq qutarıb da, amma bu il qutarmayıb. Yox, desəm, dünən tanış olmuşam, aidetdir, keçmiş zamanın birinci forması. Amma I have done, bu il tanış olmuşam, indiki zamanın bitən hərəkət sayılır. Bu indiki zamanı, keçmiş zaman deyil. Azərbaycan dilində bu həmin söhbətdir. Qapını bağladım, sadə keçmiş zamandır. Bağlamışam, indiki zamana düşməlidir. Çünki bağlamışam deyən insan hələ də əmindir ki, qapının bağlı olduğu faktını özü ilə daşıyır. Yəni, qapını bağlamışam deyən adam əmindir ki, qapı hələ də bağlıdır. Amma bağladım deyən adam sadəcə bağlayıb. O əmin deyil. İndi də bağlıdır, yoxsa yox. Bağlamışdım deyən insan isə keçmişdə iki hərəkətin müqayisəsindən söhbət gedir.